döşündə və yamaclarda səpələnən alatır, çovsan, forma, daxma əl işlərində daha bir adda çağırırlardı. Doğma ocaq. İnsan üçün doğma ocaq, doğma torpaq, xeyirxahlıq, güzəran anlayışları kimi yaxın idi. Evin daxilində, interyerində qayda qanun yaratmağa çalışan insan, onu mənalı evin obrazları bəzəyirdi. Tanış olun, daxma interyerindəki əlamətlər. Divarlarda xüsusi oyuqlar, düzgüzar, məmlilə və ya oval formalı taxta və rəflər daxma interyerində mərləri əvəz edirdi. Taxtalardan dişmə ilə bəzədilmiş pərdələr asılardı. Mütəkkə və döşəkçələr, palaz və kilim, çıraq və bərəkət salən çörək boxçası, sandıq, zəhrə, xana, beşik və qazaqların daxmada öz yeri olardı. Yuxarıdakı başqa dayanan sandıq daxmanın güclü sirlərini qoruyardı. O nazik metal lövhə ilə düzənilmiş 4 künc taxta qutudur. Bayram libasları, zinət əşyaları olan yüklü bu sandıqda saxlanardı. Kəndli evlərində təsadüfi əşyalar rast gəlməzsən. Yataq dəsti, zəhrə, nehrə, səhərcin daxmada öz yeri var. Şamdan və lampa isə yan pəncərədə ya da ki, rəflərin birində ayrıca qoyulardı. Artırmanı keçib daxmaya daxil olarkən, təbiətin ruhu duyulan mühit gözə dəyərdi. Tavan altındakı dərinlikdə divar boyu uzanan ləmədən məsnəyi, sini, sərduş, çəpki, cilt və küpələr düzülərdi. Ləmədən asılan üç budaq formalı pərdəbaşı otaq xüsusi başlıq verərdi. Yuxarı başda xalçı üzərində ev sahibinin silahları asılardı. Mütəkkə döşəkçələr bu hissəyə döşənərdi. Ən vacib hissələr burada baş verər. Ən əziz qonaqlar bir yeri süfrə asılardı. Daxmanın bərəkəti sarıdan çörək boxçası isə tavanı asılardı. Daxmada ən çox yer tutan, xana adlandırılan tovuzluq dəzgahı idi. Ona qadına xalça toxuyurdular. Ən gözəl xalçalar bu sadə dəzgaha yaranardı. Döşəmədə sərilən əlvan, rəngli, zolaq naxışlarla bəzənmiş xalça növləri palavla kilim bu dəzgahın məhsulu idi. Sadə kəndli daxması əsl müdür şobanı idi. Ailənin İnsanları ilə bağlı olan əşyalar, daxmaya və öz nizam harmoniyası ilə məlumatı gətirərdi. Daxma interyeri Azərbaycan xalqının yaratdığı əsl incəsənət nümunəsi sayıla bilər.